Quran rəsmi şəkildə deyir iki həyat var. Bir heyvan həyatı, bir insan həyatı. Və heyvan həyatı təhqir deyil. İnsanın həyatının bir hissəsi heyvani hissədir. Ondan doğulub yenidən insani hissəyə qədəm qoymalıyıq. Allahın xoşu gəlmir bioloji həyatla qane olan bəndələrindən. O varlıqlar ki, məsələn, otlayan varlıqlar var, nə görür? Mən də həmin şeyi görürəmsə, mənim insan həyatına sahibəm. O da gözün qaldırır, nə görürsə, mən də həmin şeyi görürəm. Onun arzusu nədir? Deyir ki, otlayın, vəssalam. Sonra deyir, sonra bilmirəm, sonra yoxdur mənim üçün. İnsan gətirir özünü bunlara bərabər eləyə deyə mən yaşayıram, xeyr. İnsan gəlib ki, həyatından o qədər bəhrə aparsın ki, görünməyən şeyləri görsün, eşidilməyən şeyləri eşitsin. Summun bukmun umyun Quran deyir. Kör, kar və laldılar onlar. Burada oturanlar inşallah heç bir elə deyil. Çünki buradakılar hamısı mömindir. Bu kafirlər haqqında ayədir, münafiqlər haqqında ayədir. Biz ki, şükür Allaha onlardan deyilik. Amma yaxşı mən ki, kör, kar, lal deyiləm. Mən nə qədər görürəm? Bu sualı bugün özümüzə verək.